Bunu yaratmalıyıq. Biz öz milli ödəmə sistemimizi yaratmalıyıq və hal-hazırda bunun üzərində iş gedir. Aha. Bizim görürsünüz, siz bunu bilmirsiniz, biz bunu heç arada açıqlamırıq. Biz iqtisadi blokun üzvləri ilə çox fəal danışıqlardayıq hal-hazırda və bu məsələnin həlli ilə bağlı hər iki tərəfin marağında olan Milli ödəmə sistemimiz yollar var. yaradılacaq. Milli ödəmə sistem yaradıla bilər. Eyni zamanda QR kod üzərindən artıq mövcud təcrübə ilə QR kod üzərindən ödənişlərin təşviqi başlaya bilər ki, bu artıq əgər siz bazarlıq edirsə gündəlik post terminallarda sizdən QR kodun olub olmamasını soruşması başlamalıdır marketlərdə. Və bu təbii ki, tədricən baş verəsi bir prosesdir. Zamanla təbii. Amma biz buna başlamışıq və ümid edirik ki, yaxın gələcəkdə həm o faizlərin yüksəkliyindən qurtula biləcəyik. Çünki post terminal faizləri həddindən artıq böyük yer almağa başlayıb dövriyyədə.